أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والعاقبة للتقوى واليقين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا وحبيب إله العالمين أبي القاسم مصطفى محمد اللهم صل على محمد وآل محمد وعلى أهل بيته الطيبين الطاهرين سيما الحجة بقية الله في الأراضين ولعن على أعدائهم أجمعين إلى يوم الدين. أما بعد قال الله الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي صدق الله العلي العظيم أوصيكم ونفسي بتقوى الله. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Allah Teala inşallah ki Cümə gününün xeyrindən, bərəkətindən bizləri bir nəsib eləməsin. Allah Teala inşallah ki bundan sonra da Cümə günlərini, xeyirli, fəzilətli günləri inşallah yaşamağı bizlərə nəsib eləsin. Quran-ı Kərimdə bir dənə ayə var. Allah Teala buyurur ki Əuzu billahi mineşşeytanirracim Bismillahirrahmanirrahim Sabiqu ila mağfiratin min rabbikum ve cenneti arduha ka'ardis sama vel ardi uiddet lillezine amanu billah ve rusulihi zalike fadlullah yu'tihi men yeşâ vallahu zul fadlil azim. Allah Teala buyurur ki Rəbbimiz tərəfindən olan bağışlanmaya, eləcə də vüsəti göylə yerin eni kimi olan, yəni böyüklüyü, genişliyi yerlə göyün eni kimi olan Allaha, peyğəmbərlərə iman gətirənlər üçün hazırlanmış cənnətə tərəf tələsərək bir-birinizlə yarışın, ötüşün. Bu Allahın istədiyi hər bir kəsə verdiyi lütf və mərhəmətdir. Allah böyük lütf və mərhəmət sahibidir. Bu ayə Hədid surəsindədir, 21-ci ayədir. Quranda buna oxşar bir neçə ayəyə rast gəlmək olar. Həmin ayələrin mənasının açıqlanması bundan ötürü bir neçə müqəddimiyə, daha doğrusu girişə ehtiyac var. Belə bir sual yaranır ümumiyyətlə. İnsan cisimdir, yoxsa ruh? İnsan barəsində hələ çox qədim dövrlərdən bəri alimlər öz fikrini bildiriblər. Bu baxımdan irəli sürülən fikirlər kifayət qədər müxtəlifdir. Xüsusilə bir məsələ haqqında alimlər xüsusi olaraq müxtəlif fikirlər deyiblər. İnsanın belə deyək, bir varlıq olaraq nədən ibarət olduğu həmişə alimləri düşündürüb. Həqiqətən də insan nədir? Belə bir sual var. Həqiqətən də insan nədir? İslamdan öncə qədim Yunan alimi Aristotel belə bir dənə söz işlədi. Buyurub ki, insan mürəkkəb, cisim və ruhdan təşkil olunmuş bir varlıqdır. Bu tərkibin nəticəsinə insan deyilir. Yəni ruhla cismin birləşməsinə insan deyilir. Descartes, bu da alimlərdən biridir, İslamdan öncə olan alimlər. Deyir ki, bəzi qərb alimləri də bu nəzəriyyəni təsdiq eləyiblər. Aristotelin bu fikrini gəlib təsdiq eləyiblər. Qur'anın ancaq buyurduğuna görə cisim ruhun müvəqqəti yoldaşıdır. Onlar ki, deyirlər, bu vəhdət təşkil edir, ikisinin qarışığından yaranıb insan. Amma Qur'an buyurur ki, yox. Düzdür, insanda cisim də var, ruh da var. Amma cisim ruhun müvəqqəti yoldaşıdır. Cisimdən insan ola bilməz.
İnsan əbədi varlıqdır, cisim isə deyir əbədi deyil. Cisim ruhun məqsədə çatması üçün bir minidir. Yəni ki, ruhu gəzdirməkdən ötürü, müəyyən bir yerdən, müəyyən bir mərhələdən, müəyyən bir mərhələyə aparmaqdan ötürü nədir? Vasitədir və yaxud da minidir. Cisim ruhun məqsədə çatması üçün bir minidir. Məqsədə deyir çatandan sonra cisim dahi ruha lazım deyil. Cisim bundan ötürüdür. Ruhun, belə deyək, ruh ondan ayrılandan sonra ən yaxşısı budur ki, ruh, belə deyək, illərlə özü ilə daşıdığı, belə deyək, ruhu daha doğrusu illərlə özü ilə daşıdığı üçün cismə ehtiram göstərirlər. Ona görə insan dünyasını dəyişəndə onun, belə deyək, cənazəsinə hörmətsizlik eləmək olmaz. İslam nöqteyi nəzərindən bu qadağan olunur. Niyə görə? Deyir, çünki məsəl üçün bu 30 il, 60 il, 100 il, 80 il, 90 il yaşayıb, bu cisim ruhu daşıyıb. Bunun ruhunun miniyi olub bu cisim. Ona görə deyir ki, ruhu özündə daşıdığına görə gərək həmin o cismə nə ola? Ehtiram oluna. Onu yuyasan, ələ tutasan, cənazə namazını kəfənləyəsən, cənazə namazını qılıb, onu dəfn eləyəsən, torpağa tapşırasan. İnsan ki, torpaqdan gəlib, onu təzdən, belə deyək, torpağa da tapşırmaq lazımdır. İnsanın bədəninə göstərən bu ehtiram onun ruhuna görədir. Cismə ki, ehtiram göstərilir dünyasını dəyişəndən sonra. O ruha görədir. Ruh olmasaydı cisim dəyərsiz bir şey olardı. Ona görə də Quran məntiqi ilə, İslam məntiqi ilə cisim ruha müvəqqəti lazım olan bir şeydir. Deməli, nəticə buradan bu əldə olunur ki, insan əsas ruhdan ibarətdir. Nümunə üçün bir neçə Quran ayəsinə biz belə deyək, müraciət eləyəndə görürük ki, Allah Teala buyurur ki, və qalu əizə dalalna fil ardi əinnə ləfi xalqin cədid bəlhum biliqai rabbihim kafirun. Deyir, müşriklər dedilər. Allah Teala Quranda buyurur ki, müşriklər dedilər. Bu cür müşriklər iddia eləyirlər. Məgər biz torpağın köksündə dağılıb yox olduqdan sonra yenidənmi yaradılacağıq? Müşriklər buna şəkk eləyirdilər ki, biz təzədən torpaqda dağıldıq, ət sümükdən ayrıldıq, yoxa çıxdıq, yenidən Allah bizi dirildəcək. Bizim qüdrətimiz məhdud deyildir. Allah Teala buyurur. Əksinə, onlar öz Rəbbi ilə görüşü inkar eləyirlər. Müşriklər haqqında Allah Teala buyurur. Müşriklər insanların öləndən sonra diriləcəyinə inanmırlar. İnsan öləndən sonra torpaq olması və yenidən torpaqdan diriləcəyinə inanmaq onlara çox çətin gəlirdi, müşriklərə. Buna görə də onlar insanların qiyamət günü dirilib Allahla görüşəcəklərini inkar eləyirdilər. Bu ayənin arxasıca Allah Teala Peyğəmbərə deyir, amma müşriklərə cavab verir. Peyğəmbərə deyir, amma cavab verir. Bu ki, qul yətəvəffəkum mələkəl mautilləzi vəkillə bikum thumma ilə rabbikum turcəun. Ya Peyğəmbər, de, yəni müşriklərə de, sizə müvəkkil olan ölüm mələyi sizi kamil surətdə alar, ayırar. Ruh qalar, bədən isə torpağa çevrilər. Sonra öz Rəbbinizin hüzuruna qaytarılacaqsınız. Allah Teala cavab verir. Onlar ki, inanmırlar yenidən dirilməyə, onlara bu cürdünə ki, o müvəkkil olan mələk, ölüm mələyi sizin canınızı alar, sonra isə siz torpağa qayıdacaqsınız. Allah Teala bir zaman ruhu insanın bədəninə daxil eləyir və insan müəyyən müddət bu dünyada yaşayır. Bu dünyada yaşadandan sonra həmin ruhu onun bədənindən ayırır. İndi kimin neçə il bu dünyada yaşaması bəlli deyil. Müddət başa çatandan sonra Allah Teala öz məmurunu göndərir ki, gedib insana verdiyi ruhu ondan ayırsın. Ayədə biz bunu görürük. Görürük ki, ölüm mələyi öz yardımçıları ilə ruhu insanın bədənindən ayırır. Ayədə deyilmir, diqqət eləyin, ayədə deyilmir ki, ruhu öldürür və yaxud da yox eləyir.
Deyir ki, sanki ruh insana verilmiş bir əmanətdir. Bir müddətdən sonra həmin əmanəti geri alırlar. Ayəyə baxın, deyir ki, ölüm müvəkkil olan ölməyini ayırar. Deməli, nə deməkdir? Yəni, bu o deməkdir ki, Allah Teala o ruhu ayıracaq insandan. Bu əmanətdir. Bir müddətdən sonra həmin əmanəti Allah Teala geri alır. Ruh bədəndən geri alandan sonra bədən torpağa qarışıb aradan gedir. Amma ruh özü isə əbədi olaraq qalır. Ruhun bu dünyada bədəndə yaşaması onun keçdiyi mərhələlərdən biridir. Bədəndən ayrılandan sonra onu qarşıda bərzəx, sonra qiyamət, sonra cənnət, cəhənnəm indi ayrılır da. Bu kimi mərhələlər gözləyir. Deməli, ruh bədəndən ayrılandan sonra bədən torpaq olur, ruh isə əbədi qalır. Əgər ruh əbədidirsə, bəs insanın dünyada gördüyü işlərə kim cavabdehdir? Belə bir sual yaranır. Bizə aydın olur ki, insanı təşkil edən əsas komponent ruhdur. Əsas məsələ ruhdur. Bədəndəki gözə, qulağa, ələ və s. digər orqanlara insan deyilmir. Bədən çürüyüb yox olur, amma ruh isə həmişəlik olaraq yaşayır. Allah Teala bir ayədə buyurur ki: "Və la takunu kellezina nasullah fa ansahum anfusahum ulaika humul fasiqun." Allahı unutduqlarına görə Allahın da onları özlərinə unutturduğu kəslər kimi olmuyor. Onlar həmin fasiqlərdir, günahkarlardır. Həşr surəsindədir bu ayə. Burada belə bir sual yaranır ki, Allahı unutduğuna görə Allah onu özünə hansı cəhətdən unutdurar? İnsan Allahı unutdu, bəs Allah insanı özünə necə unutdurur? İnsan nəyi unudar ümumiyyətlə? Gözünü unudar, qulağını unudar, əlini unudar, ayağını unudar. Deyir, Allahı unutduqlarına görə Allah neynir? Allah da onları özlərinə unutturduğu kimi olan şəxslərə bənzəmir. Deyir, bir dənə Allahı unutsuz, özünüzü unudacaqsınız. İndi özünüzü unutmaqdan məqsəd nədir? İnsan deyir, unudar, özünü unudar. Nəyi unudar? Əlini unudar, gözünü unudar, nə bilim, başını unudar. Nəyi unudur insan? Əgər insan özünü yadından çıxarırsa daha doğrusu, bunun mənası nədir? İnsanın özü nədir ümumiyyətlə? Onu yaddan da çıxarsın. İnsanın özü həmin ruhdur, əl, ayaq deyil. Allah Teala Quran ayəsində deyir ki, Allah onları özlərinə unutdurar. Özlərinə unutmaqdan məqsəd əl, ayaq, baş, digər orqanlar deyil. O ruhdan söhbət gedir ki, Allah Teala o ruhu unutdurar onlara. Allahı unudarsa Allah ona öz ruhunu unutdurar. Allah öz ruhunu unutdurar. Yəni insanın öz ruhunu. Ruh insanın bədəninə verilmişdir ki, bədən onu tərbiyə və inkişaf elətdirsin. Aleykümselam. Ruh insana verilib ki, bədən onu tərbiyə elətdirsin. Ruh insana verilib ki, bədən onu inkişaf elətdirsin. Ruh yaddan çıxanda isə insan yemək, giymək, deyib gülmək, vaxtını itirməklə məşğul olur və ruh tamamilə yaddan çıxır. Əgər deyilsə ki, məsəl üçün filan kəs gəldi, nəzərdə onun ruhu tutulur. Bədən onun mini hesab olunur. Məsəl üçün deyirlər ki, filan kəs gəldi. İndi filan kəs də mini bir dənə maşına gəlib. Demirlər ki, maşın gəldi. Deyirlər ki, məsəl üçün Vəli gəldi. Vəli də bir maşınla gəlib bura. Vəli gələndə Vəliyin özü nəzərdə tutulur da, düz. İndi təsəvvür elə ki, deyəndə filan kəs gəldi, cisim insanın ruhunun miniyidir. O cisimdən söhbət getmir, onun ruhundan söhbət gedir ki, yəni filan kəs gəldi. Və ruhun iki cəhəti var. İnsanın əsasını məlum oldu ki, ruh təşkil eləyir. Əxlaq alimləri bu cür qeyd eləyirlər ki, ruhun iki cəhəti var. Maddi və mənəvi cəhəti. İnsan bədəni torpaqdan yarandığına görə maddi Allahın ona öz ruhundan üfürdüyü
üçün mənəvi cəhətlərə malikdir insanın ruhu. İki hissədən ibarətdir. Maddi, torpaqdan yarandığına görə Allah ki, Qur'an-ı Kərimdə ki, öz ruhumuzdan üfürdük. O Allahdan ki, nəsə var ki, insanda ki, Allah deyir, üfürdük. Ona görə insanın bir cəhəti də var, mənəvi cəhət. Mənəvi cəhət. Ruh daim həmin o iki cəhət arasında keşməkeşdədir. Ruh, o iki dənə cəhət var. Maddi ilə mənəvi cəhət arasında daim keşməkeşdədir. Maddi cəhət onu maddiyyata, mənəvi cəhət isə onu mənəviyyata tərəf çəkir. Bu ortada qalan ruh, ortalıqda ruh öz istiqamətini belə deyə müəyyən eləməlidir. Ruh öz yolunu tutmalıdır ki, mən hansını seçirəm? Maddi tərəfi seçirəm, yoxsa mənəvi cəhəti? Ona görə də hansı tərəfə yönəlsə, qiyməti də həmin tərəfə uyğun olaraq hesablanır. Ruh hansı tərəfə yönəlsə, insanın da qiyməti belə deyə onun hesablanır. Abdullah İbn Sən'an deyir ki, günlərin birində deyir, İmam Sadiq əleyhissalamdan soruşdum ki, gəmlər olsun, ey Allahın höccəti, mələklər üstündür, yoxsa insan? Deyir, İmam bu sualımın cavabında buyurdu ki, bunu bir vaxtı cəddim Həzrəti Əli İbn Əbu Talib əleyhissalama da sual vermişdilər. O deyir, onun cavabında belə buyurmuşdu ki, İnnallaha azza və cəllə rəqqibə fil mələikəti əqləm bilə şəhvə. Deyir, Həzrəti əleyhissalam deyir, bu sualın cavabında belə cavab verdi ki, Allah Teala mələkləri ağıldan formalaşdırıb və onlara şəhvət hissini verməyib. Mələklərdə ancaq ağıl var, şəhvət hissi yoxdur. Yəni, nəyəsə istək yoxdur. Sonra deyir, arxasıca buyur ki, və rəqqibə fil bəhaimə şəhvətən bilə əql. Heyvanları şəhvətdən formalaşdırıb, istəklərdən formalaşdırıb və onlara ağıl verməyib. Mələklərə ağıl verib, şəhvət yoxdur. Heyvana şəhvət verib, ağıl yoxdur. Deyir, sonra buyurdu ki, və rəqqibə fi bəni Adam kiltəyhimə fəmən deyir, sonra buyurdu ki, deyir, bəni Adəmi, insanı, yəni həm ağıl, həm də şəhvətdən yaradıb Allah Teala. Fəmən qaləbə əqluhu alə şəhvətihi fəhuvə xeyrun minəl mələikə. Deyir, buyurur ki, insanlardan kimin ağlı şəhvətinə üstün gəlsə, istəklərinə üstün gəlsə, o insan mələklərdən üstündür. Arxasıca buyurur ki, وَمَنْ غَلَبَتْ شَهْوَتُهُ أَقْلَهُ وَهُوَ شَرٌّ مِنَ الْبَهَائِمِ. Deyir, kimin ki şəhvəti ağlına üstün gəlsə, o heyvandan da aşağıdır. Digər hədisdə buyurur ki, قَالَ عَلِيٌّ aleyhissalam el-aqlu sahibu ceyşur rahman vel-heva qaidu ceyşuş şeytan. Həzrət Əleyhissalam buyurur ki, ağıl Allahın ordusunun, nəfsani istəklər isə şeytanın ordusunun sərkərdəsidir. وَالنَّفْسُ مُتَجَاذِبَةٌ بَيْنَهُمَا. Deyir, onların hər biri öz ruhu, daha doğrusu onların hər biri ruhu öz tərəflərinə tərəf çəkirlər. Şeytan dəstəsi, Rəhman dəstəsi. Hərəsi bir tərəfdən tartışdırırlar ruhu. Biri bir tərəfə çəkir, biri bir tərəfə çəkir. فَأَيُّهُمَا غَلَبَ كَانَتْ fi həyyizihi daha doğrusu. Deyir, hansı qalib gəlsə, ruh da onun tərəfində olacaq. Deyir, hansı qalib gəlsə, onun tərəfində olacaq. Deyir, Həzrəti Peyğəmbər buyurur ki, mən Meyraza gedəndə, Meyraz gecəsi bir dənə varlıq gördüm. Onun deyir, yarı hissəsi yaşıl yarpaqlardan, yarı hissəsi isə alovdan ibarət idi. Yarpaqlar, deyir, yarpaqla alov bir-birinə qarışmışdı. Ruhu görür. Bir tərəfi Rəhmandır, bir tərəfi şeytan. Bir tərəfi biri çəkir, bir tərəfi biri çəkir. Deyir, onlar bir-birinə qarışmışdı. Əflatun deyir ki, insan mürəkkəb bir vücuddur və bu vücud iki ziddiyyətli cəhətdən ibarətdir. İnsan bir dənə vücuddur, o vücudda iki ziddiyyətli tərəf var, cəhət var. Hədisdə ümumiyyətlə belə nəql olunur ki, insan gecələr yatmaq istəyəndə axırıncı dəqiqələr, o yatmağa çalışırıq, axırıncı dəqiqələr mələk gəlib insanın qulağına pıçıldayır. Deyir, bu gecəni xeyirlə bitir. Bu cür deyər mələk.
Şeytan da deyir gəlib qulağına pıçıldayar ki, bu gecəni şərlə, günahla başa vur. Deyir, insan mələyin dediyi kimi Allahı zikr eləsə, gecəni xeyirlə bitirsə, sübh tezdən yenə mələk yenidən gələr. Deyir, qulağına pıçıldayar ki, bu sübhü xeyirlə başla. Deyir, şeytan əgər deyir, şərlə bitirsə, şeytan gələr, qulağına pıçıldayar ki, bu sübhü şərlə başla, günahla başla. Deyir, əgər insan gecəni xeyirlə bitirib, sübhü də xeyirlə başlasa, öləndə də aqibəti xeyirlə qurtaracaq. Deyir, amma insan şeytanın sözünə qulaq asıb, gecəni günahla bitirib, gündüzü də şərlə, günahla açsa, dünyadan gedəndə də imansız halda gedər. Ona görə də Allah Teala bu Hədid surəsində buyurur ki, Rəbbimiz tərəfindən olan bağışlanmaya və vüsəti, yəni genişliyi göylə yerin eni kimi olan və Allaha, peyğəmbərlərə iman gətirənlər üçün hazırlanmış cənnətə tərəf tələsərək bir-birinizlə ötüşün. Yarışın bir-birinizlə. Hara? Cənnətə tərəf. O cənnət ki, Allaha iman gətirənlərin yeridir, peyğəmbərlərə iman gətirənlərin yeridir. Onun belə deyək genişliyi yerlə göyün eni kimidir. Yerlə göyün arasında nə qədər məsafədir? Onun eni kimidir. Deyir, bu cənnətə tərəf bir-birinizlə yarışın, ötüşün. Deyir, bu Allahın istədiyi kəsə verdiyi lütf və mərhəmətdir. Bu ki var, bu mərhəmət lütfdir. Allah böyük lütf və mərhəmət sahibidir. Digər bir ayədə Bəqərə surəsindədir. Allah Teala buyurur ki, "Fəstəbiqul xeyrat." Xeyir işlərdə bir-birinizlə yarışın. Qısa olaraq desək belədir. İnsana bu dünyada verilən yaşam müddəti bir dənə fürsətdir ümumiyyətlə. Neçə il ömür verib Allah Teala bu fürsətdir. Bu fürsət insanın əlinə bir daha keçməyəcək. O bir var idi, qəbri qazmışdı, girmişdi səhabələrdən biri, deyirdi, ay Allah mənə bağışla falan günahlar falan, qaydırdı, elə bir ki Allah qaytardı səni, indi düzəldi o günahları. Deyir, bu fürsət insana bir dəfə verilir. Bundan o tərəfəsi yoxdur. Deyir, buna görə də bu fürsəti deyir, əldən verməyin. Bir ayədə Allah Teala buyurur ki, "Thumma awrasnal kitaballazi istafayna min ibadina faminhum zalimun li nafsihi və minhum muqtasidun daha doğrusu və minhum sabiqun bil xeyrat bi iznillah zalika huvel fadlul kabir." Allah Teala bu ayədə buyurur ki, biz bu kitabı bəndələrimizdən seçdiklərimizə miras verdik. Quran-ı Kərimdən danışır. Deyir, biz bu kitabı bəndələrimizdən seçilənlər var idi, onlara miras verdik. Yəni bir-birindən ötürürlər. Deyir, onlardan bəzisi, yəni ümmətimin günahkarları özlərinə zülm eləyərlər. Diqqət eləyin ayəyə. Sonra buyurur ki, bəziləri mötədildilər onlar. Ümmətimin adilləri, əməl-i salihlər olan insanlar, onlar mötədil insanlardılar. Deyir, bəzisi isə Allahın izni ilə bütün xeyirlərdə önə keçənlərdilər. Harada xeyir görürlər, önə keçirlər. Birinci olardılar, hazırdılar. Bəli, bu böyük lütfdir. Quran-ı Kərimdə ayədir bu. Bu ayədə baxıb bir dənə fikir verin, 3 dənə qrupdan danışır Allah Teala. Birinci qrup insanlar, o insanlardır ki, onlar özlərinə zülm eləyənlər və günahkarlardır. Onlar yalnız bu günü düşünürlər, sabahı fikirləşmirlər, yeyirlər, içirlər, gəzirlər, dolanırlar, amma qarşıda onları nələr gözləyir, ondan xəbərsizdilər. Bu barədə ümumiyyətlə düşünmürlər. Bu insanlar özlərinə deyir, zülm eləyən insanlardır. İkinci qrupa daxil olan insanlar isə mötədil insanlardılar. Onlar kimdilər? Onlar deyir, orta yolu tutub gedən insanlardılar. Əgər xeyir işlərdə, belə deyək, hamını ötüb keçə bilməsələr də, onlar orta yolu tutublar. Xeyir işlərdə çox da öndə ola bilmirlər onlar. Yolu amma yaxşı gedirlər. Orta yolu tutub gedirlər.
Onlar deyir mömin insanlardır ki, sabahı düşünüb özləri üçün azuqa toplayırlar. Üçüncü qrup insanlar isə xeyir işlərdə bir-birini ötməyə çalışan insanlardır. Onlar hər zaman xoşlayırlar ki, xeyir işdə öndə olsunlar. Birinci onlar belə deyə atlanırlar qabağa, birinci onlar atılırlar qabağa belə deyə. İmam Sadiq əleyhissalam bu ayə haqqında İmam Sadiqə sual verirlər, danışır bu ayə haqqında. Deyir ki, İmam Sadiq əleyhissalam buyurur ki, nə üçün bu üç qrup insanlardan ilk olaraq Allah Teala zalimları birinci qeyd eləyir? Birinci qrup zalimlardan danışdıq Allah Teala. Deyir, niyə görə Allah Teala günahkarlar barəsində, sonda isə xeyir əhli barəsində danışır? Birinci günahkarlardan danışır, son ayənin sonunda isə xeyir əhlindən danışır. Bir-birlərinə xeyir işlərdə yarışanlardan danışır. Deyir, niyə görə Allah Teala burada danışır bunlardan? Niyə görə bu cür olub? Günahkar insanların adını İmam Sadiq əleyhissalam buyurur ki, ona görə Allah Teala ilk olaraq çəkir ki, onlar Allahın mərhəmətindən məyus olmasınlar, ümidlərini üzməsinlər. Sonda ona görə xeyir işlərdə yarışan insanların adını çəkir ki, ona görə onlardan danışır ki, onlar da etdiyi əməllərdən məğrur olmasınlar. Onlar qürrələnməsinlər, birinci dəstədəki məyus olmasınlar. Allah görürsünüz necə düzür qoşur. Siz günahkar olsunuz da düzələ bilərsiniz, qayda bilərsiniz. Sonda da bunlardan danışır ki, düzdür siz xeyir işlərdə hamını ötüb keçirirsiniz, birinci siz davranırsınız. Amma siz də məğrur olmuyor. Günlərin birində Salih adında böyük bir alim var idi. Abbasilər dönəmində. Abbasi xəlifələrinin biri Mehdi Abbasi idi. Deyir, Mehdi Abbasinin yanına gəlir. Xəlifə deyir, ona ehtiram göstərir. Sonra bir neçə kəlmə ondan nəsihət istəyir alimdən. Buyurur ki, mən nəsihət elə. Deyir, həmin bu alim Salih ondan soruşur ki, səndən qabaqçı xəlifə Əbul Abbas yadıva gəlir. Xəlifə buyurur ki, bəli. Salih soruşur ki, atam Mənsur da yadıva gəlir. Deyir, bəli, gəlir. Deyir, hərdən bir onların hərəkətlərinə fikir verirdin. Deyir ki, bəli, hərdən bir onlara fikir verirdim. Deyir, Salih soruşur ki, onların hərəkətlərindən, onların hərəkətləri arasında yaxşı əməllərə rast gəldin heç? Deyir, bəli, hərdən bir olurdu ki, onlardan belə yaxşı şeylər görsənirdi. Yaxşı şeylər görsənirdi, fikir verirdim onlara. Deyir, mənim sənə nəsihətim budur. Mənim sənə nəsihətim budur ki, hansı əməlin, bir dənə əməl gördün insanlarda, hansı əməlin ümidverici olduğunu görsün, sənin xeyrivə və ya ziyanıva olsa da, bir dənə əməl görmüsən, o əməl xeyr əməldir. O əməl xoşbəxtçiliyi gətirir. O əməl Allahın razılığını əldə eləmək üçün kifayətdir. Deyir, ümidverici bir əməl görsün, o əməl sənin xeyrivə də olsa, ziyanıva da olsa, həmin əməldə başqalarını ötməyə çalış. Bir dənə əməl çıxıb qabağıma, ümidverici əməldir. Başqalarını o əməldə ötməyə çalış. Hansı əməldə ki, təhlükə var, fəlakətin olduğunu görsün, o əməldən qaç. Sənə deyim, nəsiyyətim budur. Görmüsən, atuvi, babuvi, onların hərdən bir yaxşı əməllərinə də rast gəlmirsən, fikir vermirsən. Hansı ki, axirətə xeyirli əməldir, onları neynə? Qoru saxla. Ona tərəf çalış. Birinci sən onlara yerinə yetir. Yox, əgər ki, gördün ki, hansı əməldə təhlükə var, o əməldən qaz qutar. Və Qur'anın daha doğrusu insanlara təkidi budur ki, onlar xeyir işlərdə, iman və xoşbəxtlikdə, Allahın razılığını qazanmaqda bir-birini ötməyə çalışsınlar. Çünki insana dünyada verilmiş ömür müddəti bir vaxt sona çatacaq, başa çatacaq. Buna görə də bu fürsətdən lazımın qədər belə deyə istifadə eləmək lazımdır. Allah Teala bu Hədid surəsində 21-ci ayəsində ki, əvvəldə o ayəni tilavət elədik, ötməyə və ona uyğun məsələn Bəqərə surəsində də vaydı fəstəbiqul xeyrat bundan danışır ki, insan gərək bu işlərdə bir-birini
ötməyə çalışsın, yəni xeyir işlərdə. Bəzən görürsən ki, insanlar pisliklərdə bir-birini ötməyə çalışır. Məsələn, biri-birinə bilərəkdən, bilmərəkdən pislik eləyir, deyir, onun başını oynatacağam. Amma biri xeyir iş görəndə, birinin ona belə deyək, yaxşılığı dəyəndə, onun qarşılığını verməyə insan gecikir. Məsələn, biri ona yaxşılıq eləyib, deyir ki, indi vaxt olar, mən də çıxaram onun xəcalətindən, belə deyək. Amma biri ona pislik eləsə, belə deyək, badalaq gəlsə, ayağının altının qaçsa, bu ondan daha tez ona cavab verməyə çalışır. Amma Quran məntiqinə biz baxanda deyir ki, fəstəbiqul xeyrat, xeyr işlərdə, yaxşı işlərdə bir-birinizi ötməyə çalışın. Qoymayın ki, kimlərsə sizdən əvvələ keçsin o işlərdə. Allahın verə izzət və cəlalı xatirinə Allah Teala bizləri inşallah ki, o xeyr işlərdə bir-biri ilə yarışan, belə deyək, bəndələrindən qərar versin. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fasalli li rabbika vanhar inna şani'aka huvel abtar. Sadaqallahul aliyyul azim. Peyğəmbər və ali peyğəmbərə salavat zikr eləyək. Varislər dünyasını dəyişmiş alimlər, abidlər, şəhidlər, sevgililər, ruhları şad, salavat zikr eləyək. Allahümmə salli alə Muhammed və ali Muhammed. Xəstələr var, mərizlər var, özlə şifaya azim, rəhmət tapmalarını ötərib, Peyğəmbər və ali Peyğəmbərə salavat zikr eləyək. Allahümmə salli alə Məscid mənbər inşa edənlər, məxsusən bu məscidi mənbər inşa edib haqq dünyasında olanlar var. İstirahət ruhları haqqında salavat zikr eləyək. Allahümmə salli alə Muhammed və ali Muhammed. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين حبيب إلهنا وطبيب نفوسنا بالقاسم مصطفى محمد اللهم صل على محمد وآل محمد وعلى علي أمير المؤمنين وعلى فاطمة الزهراء وعلى الحسن والحسين وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المهدي اللهم صل على محمد وعلى محمد اللهم صل على جميع الأنبياء والمرسلين والشهداء والصديقين اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات أوصيكم ونفسي بتقوى الله sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Hədid surəsinin 21-ci ayəsi ətrafında danışdıq. Dedik ki, Allah Teala Bəqərə surəsində də buyurur ki, xeyir işlər istiqamətində bir-birinizi ötməyə çalışın. Ümumiyyətlə, il ərzində bəzi günlər, yer üzündə bəzi məkanlar var ki, Allah Teala həmin günlərdə, həmin məkanlarda xeyir, bərəkəti Allah Teala qərar verib orada. Bəzən insan üçün Allah Teala belə deyə fürsət yaradır, imkan yaranır ki, həmin fürsətdən istifadə eləsin və daha çox əldə eləsin, daha çox qazansın. Məsəl üçün, bir dəstə ticarətlə məşğul olur. O ticarət sahəsinə yeni daxil olan bir cavan, gənc insan daxil olanda, məsəl üçün görürsən ki, bir-birlərinə o çoxdan ticarətlə məşğul olan tacirlər deyirlər ki, məsəl üçün, bu qardaş təzə ticarətlə məşğul olur, gəlin ona dəstək olar, kömək olar. Və onun üçün bir şərait yaradırlar, onun üçün bir əlverişli şərait yaradırlar ki, o da o ticarət sahəsində irəliləyə bilsin. Bu Allah Taala'da belə bir məsələ var ki, Allah Taala insanlar üçün mənəviyyat baxımından lazımi şəraiti yaradır. Onlara ki, onlar deyir, mənəvi dəyərlərə yaxşı yiyələnə bilsinlər, Allahın məğfirətinə nail ola bilsinlər. Allah bundan ötürü fürsət yaradır insanlar üçün. Buna görə də ayələrdə buyurulur ki, Allahın məğfirətinə sarı
irəliləməkdə, Allahın məğfirətinə sarı xeyir əməllərdə bir-birinizlə yarışın, bir-birinizi ötün, keçin. Bir tərəfdən də Allah özü bu iş üçün belə deyə şərait yaradır ki, insan, bəndələr bir sıra, daha doğrusu insanlar üçün bir sıra, bəndələr üçün bir sıra hallar yaradır ki, bu halların vasitəsilə həmin bəndənin istəkləri həm həll olunsun, həm də ki, o uca məqama belə deyə yetişə bilsin. Həzrət Əleyhisselam buyurur ki, bir insan, daha doğrusu Həzrət Əleyhisselam elə bir insan idi ki, bütün xeyirlər onun qabağına çıxırdı. Bir də görürsən ki, gedirdi, əzabla, əziyyətlə yer belləyirdi, quyu qazırdı, zəhmətlə pul qazanırdı, gedirdi bazara nəsə almağa, bir yoxsul insan çıxırdı qabağına, o aldığı məvacibi verirdi ona, onu razı salırdı, özü çıxıb gəlirdi, əli boş qayıdırdı bir də görürsən. Çünki Həzrət Əleyhisselam elə bir insan idi ki, Allah Teala bütün xeyirləri onun qabağına çıxardırdı. Bəzən bir də görürsən bizim də qarşımıza çıxır, biz onu bəzən dərk edirik, bəzən dərk eləyə bilmirik, amma görürsən ki, Allah Teala insana böyük bir lütf verir ki, kiminsə müşkili onun əlinə həll olunur. Və bu fəzilətli günlərdən, fəzilətli vaxtlardan, məkanlardan, ümumiyyətlə vaxtlardan biri də Allah Taala'nın bilirsiniz günləri var, Allah Taala'nın ayları var. İllər içərisində insanların mənəvi cəhətdən faydalanması üçün daha çox savab əldə eləməsindən ötürü Allah Taala müəyyən şəraitlər və anlar qərarlaşdırıb. Həmin qeyd etdiyimiz şəraitlərdən, illərdən, aylardan, günlərdən biri də inşallah ki 10 gündən sonra Zilhəccə ayı daxil olacaq. Zilhəccə ayıdır ki, həc mövsümü də deyirlər, həc ayı da deyirlər ona. Bu ayın fəzilətləri barəsində, orada olan əməllər haqqında inşallah ki, bir neçə dəqiqə ikinci xütbədə vaxtınızı alacağım. Bu ay haqqında çox danışmaq olar. Amma bu ayın içərisində olan 3 məqam var ki, onu xüsusi olaraq qeyd eləmək lazımdır ki, o xüsusi məqamlardan biri Zilhəccə ayının ilk 10 günlüyüdür. Yəni 1-dən 10-na qədər olan vaxtı. Bu ayın 1-dən 10-na qədər olan müddəti bu ilk 10 günlük əhatə eləyir. Həcc surəsi var Qurani Kərimdə. Onun 28-ci ayəsində Allah Teala bu 10 gün haqqında danışır. Buyurur ki, fi əyyamin ma'lumat. Müəyyən günlərdə ifadəsini Allah Teala işarə eləyir, danışır. Allah Teala bu 10 günün içərisində yaxşılıqlar, fəzilət, şərafət və müqəddəslik müəyyən eləyib. Bu 10 günün içərisində olan ibadətlər başqa ayların ibadətləri ilə tamamilə fərqlənir. Allah Teala bu 10 günə xüsusi bir şərafət bəxş eləyib. Bu günlərin əməlləri, o məşhur kitab var ki, Şeyx Abbas Qul Məfatihil Cinan onda və digər belə deyək dua kitablarında öz yerini tapır. İndi inşallah ki ayın 18-ci səhv eləmirəmsə Zilhiccə ayının biridir. O kitablara müraciət eləsiniz, orada onun əməllərini görəcəksiniz. Nümunə üçün mən bir neçə əməl haqqında inşallah ki sizin o bir neçə əməli diqqətinizə çatdıracağam. Zilhəccə ayının ilk 10 günlüyündə, yəni bu ayın 1-dən 9-una dək oruç tutmağın xüsusi fəziləti var. Yaxşı olar ki, oruç tutasan. Zilhiccə ayının 10-cu günü ki, Qurban bayramıdır. Qurban bayramı günü oruç tutmaq haramdır. Ona görə 1-dən 9-una qədər, yəni Ərəfə günü də daxil olmaqla oruç tutmaq çox fəzilətlidir. Hədislərdə belə nəql olunur ki, kim Zilhiccə ayının 1-dən 9-una dək oruç tutsa, Allah Teala həmin şəxsin ömrünün hamısına oruç savabı yazar. 1-dən 9-unacan. Bu ayın ilk 10 günlüyünün içərisində bir dənə namaz var. Bir dənə namaz var ki, hər gün o namazı şam və xiftən namazlarının arasında qılırsan. Şamı qıldın, qutardın. İndi kim Ğufeylə namazı qılırsa onu qılsın. Ğufeylə namazını qılıb qutarandan sonra bu namazı qılsın.
Necədir o namaz? Deyir, o sübh namazı kimi 2 rükətdir. Hər rükətdə Həmd surəsini və İxlas surəsini oxuyursan, amma bir dənə burada qeyd var. Həmd oxudun, İxlası oxudun, Qul Huvallahı. Ondan sonra Əraf surəsi var. Əraf surəsinin 142-ci ayəsi var. Ayədə buyurur ki: "Və va'adna Musa 30 leylə və atmamnaha bi'ashrin fatamma miqatu rabbih 40 leylə və qala Musa li axihi Harun akhlifni fi qavmi və aslih və la təttəbi' səbilal mufsidin." Deyir ki, Musa ilə deyir 30 gecə oruç tutub dua eləməsi barədə. Daha doğrusu Musa 30 gün müqabilində oruç tutacaq, dua eləyəcək. Biz onun müqabilində Musaya Tövratı verəcəyik. Bu haqda bu Musa peyğəmbərlə Allah Teala buyurur ki, biz vədə aldıq Musadan, vədələşdik. Sonra deyir o 30 günə bir 10 gün də əlavə elədik. Vədəlimiz oldu 40 gün, 40 gündən tamamladıq. Əlavə elədik. Rəbbinin ibadəti üçün təyin elədiyi müddət, Musaya təyin elədiyi müddət 40 gün oldu. 40 gündən tamam oldu. Musa qardaşı Haruna bu cür dedi ki, sən tayfam içində, qövmüm içində mənim xəlifəm ol. O gedir Allahla münadi xəlifəm ol. Cəmaatı islah etməyə çalış və yer üzündə fitnə fəsad törədənlərin yolu ilə getmə. Bu Əraf surəsinin 142-ci ayəsidir. Kim bilməsə yazsın, götürsün. İndi internetdə oldu, transkripsiyası var, belə deyək. Ərəbin, belə deyək, Azərbaycanca, Latın dilində oxunuşu. Və va'adna Musa 30 leylə və atmamnaha. Biz Musa ilə 30 gün vədə elədik, sonra 10 gündə artırdıq və onun müqabilində ona Tövratı verəcəyik. Orada ibadət edir Həzrəti Musa. Deyir, həmd oxudun, İxlas surəsini oxudun hər 2 rükətdə. İxlasdan sonra bu 142-ci ayəni bir dəfə oxuyursan. Sonra da elə qunutu yerində, səcdələr yerində, təşəhhüd yerində, salam yerində, rükû yerində, bunlar da öz yerində. Hədislərdə nəql olunur ki, hər kim Zilhiccə ayının ilk 10 günlüyündə şam və xiftən namazları arasında bu dediyim namazı qılsa, həcc ziyarətində olan hacıların savabına şərik olar. Allah onlara nə savab verəcəkdirsə, buna da verir həmin savabdan. Sonra ikinci məqam Zilhiccə ayında Ərəfə günüdür. O ayın 9-cu günü, o axşam. Ərəfə günü ümumiyyətlə 9-cu gündür, belə deyək. Deyir ki, Zilhiccə ayında olan ikinci məqam və fəzilətli gün bu ayın 9-cu günüdür. Ki, bu günə Ərəfə günü deyərlər. Çox yaxşıdır ki, möminlər Ərəfə gününü səxavət və nuraniyyətlə dərk eləsinlər, Allaha münacat eləsinlər. Ərəfə günü ehsan olunsun, ibadət olunsun, dua olunsun. Çünki ehsan günüdür, dua günüdür, ibadət günüdür. Ərəfə günü şeytanın deyir, ən məyus olduğu gündür. Şeytan deyir, o gün, Ərəfə günü çox məyus olur. Heç bir gündə şeytan bu qədər məyus olmayıb deyir və təhqir olunmayıb. Şeytan Ərəfə günü möminlərin ibadət və dua ilə məşğul olduğunu deyir, görür, özünü zəlil və alçalmış hiss eləyir. Ərəfə günü Allah Teala bütün rəhmət qapılarını bəndələrinin üzünə açır və onların etdikləri duaları qəbul eləyir. Ərəfə günündə İmam Səccad əleyhissalam bir nəfərin deyir, diləndiyini görür. Bu cür buyurur ki, vay olsun sənə. Belə bir gündə Allahdan başqasına əl açırsan, görür ki, biri dilənir. İmam Səccad əleyhissalam deyir, vay olsun sənə. Bu cür mübarək bir gündə, bu cür gözəl bir gündə sən kimdənsə, Allahı qoyub kimdənsə nəsə diləyirsən, bu gün Allahın rəhmət qapılarının bəndələrinin üzünə açıldığı bir gündür. Əlini onun dərgahına aç və onun qapısını döy. Bu gün hətta ana bətnində olan körpələrə belə Allahın rəhmətinin nazil olduğu gündür. Bu gün deyir, o gündür. Zilhiccə ayının ilk 10 gününün əməli ilə yanaşı Ərəfə gününün özünə məxsus əməlləri var. 10 günə Ərəfə günündə bir ayrı bölmə diyor, Ərəfə gününün əməlləri. Kitablara baxsız görəcəksiniz. Deyir, həmin günü qüsl almaq.
müstəhəb əməldir. İmam Hüseyn əleyhissalamı uzaqdan və yaxud da yaxından ziyarət eləmək. Ziyarətnaməsi var, oxuyursan, Ərəfə günü Həzrət İmam Hüseyn əleyhissalam ziyarəti. Bir də var yaxından da, kimlər Kərbəlaya gedə bilsə, keçsin orada yaxından ziyarət eləsin. Oruç tutmaq və Ərəfə duasını oxumaq. Rəvayət olunur ki, Ərəfə günü İmam Hüseyn əleyhissalam öz xeyməsindən çıxır, ailəsi ilə, dostları ilə birgə. Ərafatdakı Cəbəlur Rəhmə dağı var. Deyir, onun üzərində dayanır, üzünü qibləyə tutur, əlini qaldırır, Ərəfə duasını başlayır oxumağa. Rəvayət eləyən buyurur ki, duanın axırlarında Həzrət İmam Hüseyn əleyhissalamın gözlərinə baxanda gördüm ki, sanki gözləri bir kasa qana baxırdım elə bir. O qədər deyir, ağlamışdı ki, qızarmışdı. Elə bir ki, bir kasa qana baxırdım. O qədər ağlamışdı ki, gözləri tamamilə deyir, qanla dolmuşdu. Bu Zilhəccə ayında olan əlamətlər və fəzilətli günlərdən biri də Zilhəccə ayının 18-ci günüdür. Bu gün tarixdə Qədirxum adı ilə məşhurdur, bilirsiniz. Bu günün xüsusi fəziləti və şərafəti var. Qalə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm Yevm-i Qədirxum əfdalu əyad ümməti. Həzrət Peyğəmbər deyir, buyurur ki, Qədirxum günü ümmətimin ən fəzilətli bayramıdır. Ən fəzilətli bayramıdır. İmam Rıza əleyhissalam buyurur ki, Qədirxum bayramında bir mömin digər mömin qardaşını görəndə onun üzünə gülümsəyərsə, Allah Teala qiyamət günü həmin şəxsə rəhmət nəzəri ilə baxar. Dünyadakı hacət və istəklərini həll eləyər və cənnətdə onun üçün ləl-cəvahiratdan bir dənə qəsr hazırlayar. Allah Teala Qədirxum günündə Həzrət Peyğəmbərinə öz canişinini təyin eləməyə dair əmr eləyir. Və nazil etdiyi ayələr vasitəsilə Həzrət Peyğəmbər işlərinin davamını belə deyək, tapşırır, təmin olundu. Orada deyir ki, əgər istəyirsən ki, risalətün bitsin, təyin eləməlisən. Qədirxum hadisəsini bilirsiniz də. Yəni, Peyğəmbər dünyanın, köçənin dünyasını dəyişəndən sonra onun işləri daha yarımçıq qalmayacaqdı. Allah Teala təmin eləyir o məsələni. Ki, ya Rasulallah, sən ki dünyanı dəyişdin, dinin işləri sənə, belə deyək, din üçün nə lazımdır, sənə vəhy olundu. Bundan o tərəfə daha qrup yaratmaq lazımdır. Lazım olan oldu. Da vəhy diyandı. Amma bundan o tərəfə artıq o qrup yaratmaq lazımdır. Həzrət Peyğəmbər axırıncı həcc ziyarətini başa vurandan sonra hərəkət eləməyə başladı. Xum adlı bir məntəqəyə çatdı, bilirsiniz. Göstəriş verdi ki, hamı orada gözləsin və arxada qalanlar da gəlib onlara çatsınlar. Hamı toplaşandan sonra Həzrət Peyğəmbər orada özünə naib seçdi, canişinin seçdi. Tarixi mənbələrin yazdığına görə orada toplaşanların sayı təxminən 120 min nəfərə yaxın idi. 120 min nəfər. Yəni, hamı bildi ki, Həzrət Əli əleyhissalamı özünə canişin təyin elədi, rəhbər təyin elədi özündən sonra. Ona görə də heç kim bunu inkar eləyə bilməz. İnkar da etmir. Yazırlar, bütün mənbələrdə, belə deyək, özü qeyd eləyirlər özləri. Bəli, düzdür, Peyğəmbərə orada etirazlarını bildirənlər də oldu. Məsələn, onlardan biri Muaviyə ibn Əbu Süfyan idi. Deyir, üzüm turşutdu, çıxdı, acığından çıxdı, tərk elədi, çıxdı, getdi oranı. Amma kimlərsə üzün turşudursa, kimlərsə belə deyək, haqqın haqq olduğu qüvvədən düşmür ki, ola bilər ki, məsələn, haqq olsun, mənim acığıma gəlsin, mən ona etiraz bildirim. Etiraz bildirməklə haqqın haqq olduğu belə deyək, qüvvədən düşmür. Öyle haqlığında qalır. Qədirxum günündə Allah Teala Həzrət Əli əleyhissalamı həm də insanlara imam təyin elədi. Həmçinin o Həzrətin vilayətini göy əhlinə də elan elədi. Göy əhli də bildi ki, bunun vilayəti var. Deyir ki, göy əhlindən birinci Həzrət Əleyhisselamın vilayətini 7-ci təbəqə qəbul elədi. Ona görə Allah Teala deyir, oraya bəzədi. Birinci 7-ci təbəqə qəbul eləyir. İkinci 4-cü təbəqə. Ona görə Allah Teala Beytul Mə'muru deyir, orada qərar verdi. Kəbənin üstündə bir yer var, Beytul Mə'mur. Sonda isə, üçüncü isə birinci təbəqədir. Allah Teala oranı da ulduzlarla bəzədi.
Həzrət Əleyhisselamın vilayətini. İmam Sadiq Əleyhisselam buyurur ki, bütün peyğəmbərlər öz yerinə vəsi və canişin təyin eləyiblər. Hər bir peyğəmbər öz canişinini təyin eləyərkən həmin günü bayram eləyib. Qədirxum günündə də İslam peyğəmbəri öz canişini təyin eləyib. Buna görə də müsəlmanlar həmin günü deyib bayram eləyirlər. Bütün müsəlmanlar həmin günün fəzilətini, həm də Həzrət Əli Əleyhisselamın öz məqamını, şəvkətini, əzəmətini belə deyək, bəyan eləyirlər, bildirirlər. O zamanın deyir, ağsaqqalları bunu daha yaxşı bilərdi. Çünki onlar şəxsən Həzrət Peyğəmbərdən və Həzrət Əli Əleyhisselamdan o fəzilətləri eşitmişdilər, bilirdilər. Şərafəti barədə belə deyək, kifayət qədər onların məlumatları var idi. İbn Səman var. İbn Səman Əhl-i Sünnə hədisçilərindən biridir, görkəmli alimlərindən biridir. Onun Yənabi'ul Məvəddə kitabı var. Həmin o kitabın 70-ci babında bir dənə hədis nəql eləyir. Buyurur ki, bir gün birinci xəlifə Həzrət Əli əleyhissalam, o hədisi belə buyurur İbn Səman. Buyurur ki, birinci xəlifə və Həzrət Əli əleyhissalam rastlaşırlar. Rastlaşanda deyir, birinci xəlifə Həzrət Əli əleyhissalamın üzünə baxır, gülümsüyür. Gülümsüyür. Həzrət Əli əleyhissalam deyir, ondan soruşur ki, sənin gülümsəməyimin səbəbi nədir? Deyir, o birinci xəlifə deyir ki, Allahın peyğəmbəri bu cür buyurub. Mən eşitmişəm peyğəmbərdən, bu cür buyurub ki, Əlinin razılığı olmadan heç bir kəsə Sirat körpüsündən keçməyə icazə verilməyəcək. Yənabi'ul Məvəddə kitabının 70-ci babında yazır İbn Səman bunu. O dövrdə yaşayanlar Həzrət Əli əleyhissalamı görəndə onun üzünə gülümsəyirdilər ki, bəlkə Sirat körpüsündən keçmək üçün ondan icazənamə aldılar. İcazənamə Həzrət Əli əleyhissalamda idi. Çünki dəfələrlə Həzrət Peyğəmbərin dilindən Həzrət Əlinin fəziləti və şərafəti barədə bu haqda eşitmişdilər. Deyir, hər kim Həzrət Əlini sevsə, bu məhəbbət onu siratdan keçməsi üçün bir icazənamə olar. Qala Rasulullah likulli şeyin cavazus sirat hubb Ali ibn Abi Talib. Belə bir hədis var Həzrəti Peyğəmbərdən. Deyir, Həzrət Peyğəmbər buyurub ki, hər bir şeyin icazənaməsi var. Siratın icazənaməsi isə Ali ibn Əbu Talibə məhəbbət bəsləməkdir. İstəyirsən siratdan keçəsən, Əlini sevməlisən. Deməli, həm Qədirxum gününün öz fəziləti bir gündür, həm də həmin gün imam təyin olunan insanın özü Allah tərəfindən şərafətləndirilib. Sual oluna bilər ki, insanın Qədirxum günündə hansı əməlləri görməyi daha yaxşıdır? Bəli, Qədirxum gününün özünün də əməlləri var. İki hissiyə bölmək olar onları da. Bir neçə əməl var ki, həmin gün yerinə yetirsin, daha yaxşı olar. Çox qalıb. Mən indicən deyirəm ki, bu əməlləri biləsiniz. Yaddaş eləyirəm ki, inşallah həmin günlər bunları yerinə yetirəsiniz. Bu əməllər iki hissədir. Birincisi, bayramdan əlaqəli olan əməllərdir ki, yaxşı olar ki, bu cür keçirdəsiniz Qədirxum gününü. İkincisi isə ibadət yönündən olan əməllərdir. Bayram yönündən olan əməllər bunlardır. Deyir, təzə paltar giyinmək. Yaxşı olar ki, təzə paltar giyinəsiniz. Bədənin təmizliyinə riayət eləyəsiniz. Ətirlənəsiniz, şadlıq eləyəsiniz. Ondan sonra möminləri sevindirəsiniz, möminlərin təqsir və günahından keçəsiniz. Kimdənsə, belə deyək, dalaşmısınızsa, kimdənsə probleminiz olur, əfv eləyəsiniz, bağışlayasınız. Möminlərin çətinliklərini aradan qaldırasınız. Qapıya gələni əliboş yola salmayasınız. Qohum əqrabaya baş çəkəsiniz, silə-i rəhm eləyəsiniz. Öz ailəsinin yaşayışını təmin eləmək, ərzaq almaq evə. Bir bu gündə bəyənilən işlərdəndir. Möminlərə qonaqlıq vermək. Qədirxum günündə oruç tutanlara iftar vermək, möminlərlə görüşmək, möminləri ziyarət eləmək, möminlərin üzünə gülümsəmək, möminlərə hədiyyə göndərmək, vilayət neməti qarşısında Allaha şükür eləmək. Ki, ilahi şükürlər olsun ki, Həzrət Əleyhisselamı tanıtdırmısan mənə. Peyğəmbərə və əhl-i beytinə çoxlu salavat göndərmək, möminlərin bir-biri ilə qardaşlıq əqidi oxuması. Qədirxum günün əməllərindən biri də budur ki, qardaşlıq
qardaşlıq əqdi. Bilirsiniz də, əqdlər arasında bir dənə də əqd var. O qardaşlıq əqdidir. Kim kimin imanından, əxlaqından xoşu gəlirsə, bu gündə bir-biri ilə qardaşlıq əqdi oxusun. Yəni ki, mən səndən bu gündən qardaş olam, əqd oxunur. O əqdin bir dənə kəlməsi var. O kəlməni qeyd eləyir burada. Deyir, o əqdə bir dənə cümlə keçir. O cümlə belədir. Deyir, əgər mənə cənnətə daxil olmağa icazə verirsə, əqd oxuyur, kişi əllərini qoyurlar bir-birinin içinə, belə tutub sıxırlar, əqd oxunur. Bu sözləri deyirlər. Sözlərdən biri də budur. Deyir, əgər mənə cənnətə daxil olmağa icazə verirsə, sənsiz ora daxil olmayacağam. Əqd qardaşına deyir. O bizim məşhur el arasında yaranır. Bunlar siğə qardaşıdırlar. Əqd qardaşı o mənadadır. Qədirxum günü əqd oxuyurlar, qardaşlıq əqdi. Orada belə bir cümlə gedir. Əgər mənə cənnətə daxil olmağa icazə versələr, qardaşlıq eləyirəm bax sənə, sənsiz ora daxil olmayacağam. Xahiş eləyəcəyəm ki, mənim o qardaşımı da ora, belə deyək, daxil eləyim. Və Qədirxum günündə ibadətlə məşğul olan işlər. Deyir, 1. Oruç tutmaq. Hədislərdən nəql olunur ki, Qədirxum günündə oruç tutan şəxsə ömrünün hamısını oruç tutmuş insanın savabı yazılar. Allah Teala həmin gün insanın 60 illik günahlarını əfv eləyər, bağışlayar. Deyir ki, möminlərin bir-biri ilə görüşməsi Qədirxum günü ibadət olan məsələlərdən biri də budur. Möminlər deyir, bir-birlə görüşəndə bu duanı oxusunlar. Elhamdülillahillezî cealna minel mutemassikîne bi vilayeti emiril mu'minin vel a'imma aleyhissalam. Həmd və şükürlər olsun o Allaha ki, bizi əmirəl-müminin Əli əleyhissalamın və onun övladlarından olan imamların ətəyindən tutanlardan qərar verib. Həmd olsun Allaha. Deyir, əməllərdən biri də budur ki, möminlər görüşəndə bu duanı bir-birləri üçün oxusunlar. Həmd eləsinlər Allah Teala. Allaha an verə izzət və cəlalı xatirinə Allah Teala bu günlərin xeyrindən, bərəkətindən inşallah ki, bizləri binəsib eləməsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Salavat zikr eləyək.